Salam dostlar, Telman Layev kanalına xoş gəldiniz. Bugün sizlərlə bir yerdə yenə bir sökmə parçalama videosu ilə yenə qarşınızdayım. Dostlar, bugünkü videomuzun qonağı bu qoca oğlandır. Bu peyk antenalarının yönünü dəyişdirmək üçün bir motordur. Burada gördüyünüz kimi antena girişləri var. Naqillərin bağlanması üçün burada yön dəyişdirmə düymələridir. İndi isə bunu keçək sökməyə, görək içindən nələr çıxacaq, bizi nə qarşılayacaq. Dostlar, gördüyünüz kimi qapağını çıxartdıq. Burada demək sxem kartımız və motorumuz var. Burada çarx sistemimiz var. Mən burada yalnız sxem kartını götürəcəm və istəyirəm motor sistemi qalsın. Ola bilsin ki, bəlkə gələcək. Nəsə düzəltmək olar bu çarx sistemindən. Yəqin ki, güclü motorun özü o qədər də güclü olmasa da çarx sisteminə əmrləndirilmiş bir fırlanma ala bilərik. Yəni bunu gələcək göstərəcək. Bəlkə başqa bir video çəkə bildim bundan. Amma sxem kartını sökəcəm. Sxem kartını artıq sökmək olar. Aparatımızı bir təhər söktükdən sonra sxemimizi axır ki əldə etdik. Amma biraz xoşluqdan başa düşmədi, ona görə biraz çətinliklə də olsa söktük. Yəni qırdıq desək daha doğru olar. Burada bolt qayka var idi. Ona uyğun da açarım olmadığı üçün bunu sökə bilmədim. Məcburən qırdım. Gördüyünüz kimi sxemimizin üzərində bir neçə inteqrələr, gördüyünüz kimi inteqrələrimiz var. Tranzistorlarımız, reləmiz, MOSFET və ya da tranzistor olduğunu bilmədim. Bu ya tranzistor ola da bilər, MOSFET də ola bilər. Bobinlərimiz var. Bir push butonumuz var idi, qırmışıq. Digər salamat durur. LED-lərimiz var, kondensatorlarımız, direnslərimiz və s. Yəni bir neçə burada elektrik avadanlıqlarından işlədə bilərik. Əsasən tranzistorlar işimizə yarayacaq, relələr, inteqrələr o qədər işimizə yaramaya bilər. Ola bilər ki, bunlar motor sürücüləri olar. Motor sürücüləri YouTube-da araşdıracağam. Əgər motor sürücüləri olsa, çox gözəl olar. Belə sxemimiz bu qədər. İkinci də bir çarx sistemimiz var. Çarx sistemimizi bayaq yoxladım. İndi yenidən videosunu çəkərəm. Çox güclüdür. Bununla istəyirəm ki, kamera slider hazırlayam. Məncə yaxşı alınar, yəni alınsa da gələcəkdə bunun videosunu da görə bilərsiniz bu kanalda. İndi isə 12 voltumuzu motorun mənfi və müsbət qənədinə verib bunu yoxlayaq. Dostlar, indi isə 12 voltumuzu bağladıq. İşə salaq. Gördüyünüz kimi çarxımız işləyir. Hatta biraz əlimlə güc verməyə yoxlayım. Gördüyünüz kimi biraz güclənsə də təkrar işləyir. Çox güclüdür. İstəyirəm bura kameranı bağlayam. Kameranı sağ sol, yəni slider kimi istifadə etmək olar. Bu qədər kifayətdir.
Güclü motordur, güclü çarx sistemidir. Bunu yəni söküb harif etmək istəmirəm. Gələcək videolarımızda işə yaraya bilər. Bu belə də qalsın. Mən bunun üzərindən söküm adapterimizi. Dostlar, gördüyünüz kimi bunun da içərisində o qədər mürəkkəb bir sistem yoxdur. Asan və sadə bir sistemlə işləyir. Bugünkü videomuzda bu qədər. Gələcək videolarımızda görüşənə dək videomuzu bəyəndinizsə bəyən butonuna basmağı unutmayın. Hələ də kanalımıza abunə deyilsinizsə abunə olun ki, bu cür videolar və başqa videolar da gəlsin. Kanalımızda da maraqlı bir neçə videolarımız var. Onlara da baxıb bəyənə bilərsiniz. Çox sağ olun, salamat qalın.